Psixologiyada belə bir diaqnoz yoxdur. Mən bunu özüm bu şəkildə adlandırıram. Hansı ki, bu qəlib düşüncələr pozuntusudur. Qəlib düşüncələr pozuntusu deyəndə nəyi nəzərdə tuturam? Bu pozuntu insanların əksəriyyətində müşahidə olunur və əksər hallarda insanın öz şəxsiyyətinə yox da, başqa insanların yaşam keyfiyyətinə mənfi təsir göstərir. Nədir bu qəlib düşüncələr pozuntusu? Baxın, biz hansısa bir mühitdə dünyaya gəlirik və o mühitin təcrübələri, daha doğrusu mühitdə baş verən hadisələr bizim üçün təcrübə rolunu oynayır və həmin hadisələr əsasında biz beynimizdə səbəb-nəticə əlaqəsini qururuq. Tutaq ki, hansısa mühitdə formalaşırıqsa, orada qadın kişiyə davamlı formada çay süzürsə, uşağın beynində belə bir fikir formalaşır ki, mütləq şəkildə qadın kişiyə çay süzməlidir və kişi bunu eləsə, bu ayıb bir şey olar. Və yaxud da geyim tərzi baxımından bizim özümüzə məxsus geyim tərzimizin formalaşması da, əgər bir mühitdə böyümüşüksə, onun təsirindən dolayı formalaşır. Bəlkə zamanla biz özümüz hansısa başqa mühitlərə çıxaq və o mühitlərdə olan xüsusiyyətləri görək, bu bizə təsir göstərsin. İnsanın təfəkküründə formalaşan o qəlib düşüncələr onun böyüdüyü cəmiyyətdə, böyüdüyü mühitdə insanların ona qarşı yanaşma tərzi və bir-birindən ünsiyyət forması əsasında tənzimlənir. Əksər hallarda biz öz ailəmizin, öz ətrafımızdakı insanların düşüncə tərzini mənimsəyirik, sorğulamadan. Yəni, nə üçün bunlar bunu edib? Özlərindən soruşanda da özləri belə nə üçün onu etdiyini izah edə bilmirlər. Çünki insanlar sorğulamadan qərar qəbul etməyə meyillidirlər, əziyyət çəkmək istəmirlər, beyinlərini belə sadə dildə desəm, çətinə salmaq istəmirlər. Və bu sorğulanmamış dəyərlər, sorğulanmamış inanclar insanın həyat keyfiyyətinə birbaşa təsir göstərir. Biz özümüz üçün təyin etdiyimiz o yeganə alternativlərdən başqasını görə bilmirik. Başqasını görmək üçünsə insan gərək özünü inkişaf elətdirsin. Məsələn, başqa mühitə çıxmaq burada ən sadə bir üsuldur. Başqa mühitin dəyərlərini görmək. Əgər biz sərt bir təfəkkür tərzinə malikiksə, öz dəyərlərimizi saxlamağa meyilliyiksə, təbii ki, başqalarının dəyərlərini görəndə yenə də orada münaqişə yaranacaq. Təfəkkür tərzini dəyişməyin üsullarından ən birincisi kitab oxumaq, film izləməkdir. Hansı ki, biz kitab oxuduqca və dərin fəlsəfi filmlər izlədikcə oradakı insanların fərqli yanaşma tərzlərini görürük və bu da bizim düşüncə tərzimizə təsir göstərir. Yəni, öz beynimizdəki inancın daha fərqli variantlarını görürük. Davranış şəklinin, biz əvvəl məsələn hansısa bir hadisəyə necə reaksiya verirdik, öyrəndiyimiz bir reaksiyanı verirdik. Filmdə başqa reaksiyanı görəndə artıq düşünürük ki, burada bu reaksiyanı da verə bilərəm. Kitab oxuyanda da həmçinin. Bu müasirlik anlayışını əslində bundan izah eləmək olar. Yəni, bəziləri müasirlik anlayışını geyim tərzini daha açıq şəkildə göstərməklə və yaxud da daha abartılı şəkildə özünü təqdim eləməklə, daha bahalı əşyalardan istifadə etməklə göstərir. Amma müasirlik mənim təfəkkürümdə insanın o qəlib düşüncələrdən çıxmasıdır. Yəni, müasir olmaq insanın keçmişdə olan o sorğulanmamış inanclarını sorğulamasıdır və ona uyğun, yəni özünə uyğun dəyərlər yaratmasıdır. Əgər biz bunu etməsək, biz keçmişin təfəkküründə qalsaq, başqaları tərəfindən də idarə olunmağa meyilli oluruq. Kiminsə bizə hansısa bir fikir bildirməsi, bizim o sorğulanmamış dəyərlərimizə zidd olanda başlayırıq münaqişələr yaratmağa və cəmiyyətə adaptasiya olmaqda da çətinlik çəkirik. Baxırsınız, elə insanlar var ki, bütün ömrlərinin axırına qədər doğulduğu yerdə qalır, heç bir yerə çıxmır, nə yaxın şəhər olsun, nə başqa ölkələr olsun, gedib gəzmək, orada yaşamaq, qalmaq. Bunlar onun üçün belə qeyri-adi gəlir. Çünki onlar başqalarının təfəkkürünü qəbul etmək istəmirlər. Başqalarının fikirləri onlar üçün qəbul edilməz olur. Onu deyim ki, bu qəlib düşüncələr pozuntusunu hər insan yaşayır. Yəni, mən özüm də universitetə təzə başlayanda rayondan getdiyim üçün orada bəzi qaydaları qəbul edə bilmirdim. Yəni, nə üçün tutaq ki, metroda bu şəkildə davranırlar? Müəllimlərin yanaşma tərzi nə üçün belədir? Çünki ailə mühitində və ətraf mühitdə bu şəkildə gördüyümə görə həmin oradakı mühitə öyrəşmək mənim üçün çətin oldu. Adaptasiya problemi bu yüzdən yaranır. Və insan özünü yavaş-yavaş inkişaf elətdirdikcə, başqa bir şeyləri də gördükcə başlayır o təfəkküründəki düşüncələri, sorğulamadığı inancları sorğulamağa. Onları sorğulayanda fərqinə varırıq ki, əslində bu inanclar bizi irəli getməyə qoymayan, insanlarla münasibətimizi kəskinləşdirən bir düşüncə tərzidir. Bəs nə edə bilərik? Əsas məsələ. Qeyd elədiyim kimi, burada kitab oxumaq və film izləmək ən yaxşı üsullardan biridir. Daha çox fəlsəfi filmlər, fəlsəfi psixoloji filmlər və fəlsəfi psixoloji kitablar oxumaq məqsədə uyğun hesab olunur. Nə üçün bədii kitabları burada qeyd etmədim? Çünki insanın fəlsəfi və psixoloji biliyi olmadan bədii kitabları yenə biz əgər bir mühitdə böyüyürüksə və bu mühitin təfəkkür tərzi bizə yansıyırsa,
ömrümüzün sonuna qədər həmin o mühitdə olan qəlib düşüncələr bizdə formalaşacaq. Baxmayaraq ki, bir çox insanlar olduğu mühitdən kənara da çıxır. Məsələn, rayonda yaşayırsa, Bakıya gedir və yaxud da başqa ölkələrdə gəzir. Yenə də baxırsan ki, əksəriyyətində eyni düşüncə tərzi, eyni qəliblər onun həyatını idarə edir. Və bu qəlib düşüncələrdən insan necə qurtula bilər? Necə edə bilərik ki, biz daha fərqli təfəkkür tərzinə malik olaq? Bu qəlib düşüncə xəstəliyi əslində daxilən bizim özümüzə də zərərlidir. Amma əsasən ətrafımızdakı insanlarla münasibətimizə təsir göstərir. Öz daxilindəki inanclarla sorğulamağa başlayacaq. Öz təfəkküründəki o qəlib düşüncələrlə sorğulamağa başlayacaq. Amma fəlsəfi kitablar oxumağa başlasanız, fəlsəfi filmlər, oradakı yanaşma tərzini görsəniz, kitablara baxış tərziniz də dəyişəcək. Sadə bir nümunə deyim, mən Cinayət və Cəza kitabını oxuyanda hardasa 18-19 yaşım var idi və kitab mənə sadəcə bir hekayə kimi gəlmişdi. Orada məni təsir edən səhnə Raskolnikovun qoca qadını öldürməsi səhnəsi idi. O mənə çox həyəcan vermişdi, hətta qorxmuşdum. Amma təsirli bir hekayə kimi yadımda qalmışdı. Daha sonra mən fəlsəfə ilə maraqlanmağa başladım, psixologiyanı araşdırdım. Ondan sonra o kitaba baxış tərzim tamamilə dəyişdi. Yəni oradakı obrazın psixoloji təhlili olsun, fəlsəfi yanaşmalar olsun, onun dərin inancları olsun, onu həmin hadisəyə sövq edən əsas məqamlar olsun. Yəni bütün bu dərinlikləri görmək üçün insanın gərək kənarda bir biliyi olsun hansı istiqamətdə. Ki insan dərin düşünə bilsin, hadisələrə dərin yanaşsın. Ona görə tək bədii kitablarla qalmaq yaxşı deyil. Psixoloji, fəlsəfi kitablar da paralel oxunulmalıdır. Oxumağı əksər insanlar sevmir. Kitab oxumağı sevmirsinizsə, film izləyə bilərsiniz. Film izləməyi sevmirsinizsə, sosial çevrənizi genişləndirə bilərsiniz və fərqli insanlarla əlaqə qura bilərsiniz və yaxud da fərqli mədəniyyətlərlə tanış ola bilərsiniz. Bu da sizə yaddırsa, psixoterapiya seanslarına qoşula bilərsiniz. Psixoterapiya seansları təkcə insanın hansı problemini həll etmək üçün deyil, insanın özünü kəşf etməsi üçündür. Baxın, deyək ki, mən təkcə dünyaya gələndə bunu görmüşəm. Dünyaya gələndə bunu görmüşəmsə, başqa heç nə görməmişəmsə, ancaq bunun varlığından xəbərdaram. Bundan başqa mənim təsəvvürüm yoxdur. Eləcə də qəlib düşüncələr də belədir. Yəni biz hansısa bir mühitdə dünyaya gəliriksə, o mühitdə bizə necə davranırlarsa, nələri müşahidə ediriksə, beynimiz ancaq onun varlığına inanır və ondan başqasına inanmır. Və insanların əksəriyyəti də ancaq ömrü boyu həmin o qəlib düşüncələr əsasında yaşayır. Yəni ailə mühitində belə qayda qanun varsa ki, tutaq ki, qış yağanda mütləq şəkildə çölə çətirlə çıxmalısan, başını, saçını islatmaq olmaz, bu qadağandır, bu səni xəstələndirə bilər. Həmin o qəlib düşüncə onun həyatı boyu idarə edir. Və o kənarda yağışın altında islanan bir şəxs görəndə düşünür ki, onlar düşüncəsizdir, onlar təfəkkürsüzdür, ona görə bu hərəkəti edir. Yəni özünə görə müəyyən doğrular təyin edir və doğruların varlığına inanır. Kənarda da insanlar onun doğrularına müdaxilə edəndə başlayır münaqişə etməyə. Əslində insanların başqa insanlarla münaqişəsinin əsas səbəbi də budur. Bizim özümüzə məxsus dünya görüşümüz var, böyüdüyümüz mühitin təfəkkürü bizə yansıyıb, həmin o münaqişə etdiyimiz şəxsin də öz dünya görüşü var. Yəni onun da özünə görə şəxsi dəyərləri var. Bunlar üst-üstə düşməyəndə biz artıq başlayırıq münaqişə etməyə ki, mən düz deyirəm, o səhv deyir və yaxud da qarşı tərəf deyir ki, mən düz deyirəm, mənim dediklərim daha doğrudur. Obyektiv reallıq isə bu deyil. Bunlara gələn şəxslər adətən problemdən qaynaqlanan, daha doğrusu problem yaşayıb, orada təsirlənən insanlar olur ki, yəni mən bunun öhdəsinə gəlmək istəyirəm, bilmək istəyirəm ki, bu vəziyyətin səbəbi nədir. Amma ağıllı insanlar seanslara özünü kəşf etmək üçün gəlir. Düzdür, insan kitab oxuyaraq da öz mənəvi dünyasına daxil ola bilər, amma terapevt insana düzgün suallar verməklə onu potensialını kəşf etməyə köməklik göstərir. Və insan bu istiqamətdə addımlar atanda, nəyə niyə etdiyini başa düşəndə özünə məxsus kitabları da təyin edə bilir. Mənə həmişə deyirlər ki, sən niyə rayon yerində olanda kimləsə uyğunlaşa bilmirsən? Həmişə uşaq vaxtdan qapalı bir uşaq olmuşam, ünsiyyətə meyilli olmamışam və bu cəhətdən də insanlarla əlaqəm burada çox zəifdir. Bura gələndə etiraf edirəm ki, həddindən artıq özümü yalnız tək hiss edirəm və özüm üçün fərqli məşğuliyyətlər axtarmağa çalışıram. Bunun da səbəbi insanların, yəni mənim iki cümləmdən öz dəyərlərini mənə qarşı sübut etmə cəhdləridir. Yalnız ailə məişət mövzularında yüngül söhbətlər aparıram. Çünki daha dərinlərə getdikcə başlayırlar insanlar səni qınamağa, sənin düşüncələrini səhv çıxarmağa, yəni özlərini təsdiq etməyə, özlərinin doğruluğunu göstərməyə. Və bu da istər-istəməz insanlara təsir göstərir və sən ya məcbursan ki, onları bir növ yola verəsən, yəni söhbəti dəyişəsən, ya da məcbursan ki, kənara çəkiləsən ki, insanlarla aranda münasibət kəskinləşməsin. Qısacası, əgər həyatınızı daha keyfiyyətli yaşamaq istəyirsinizsə,
həyatda daha fərqli, daha rəngarəng bir şeylərin olduğunun fərqinə varmaq istəyirsinizsə, bu təkcə görməklə baş vermir, bu düşüncə ilə də baş verir. Özünüzü inkişaf elətdirin. Çoxlu kitablar oxuyun, çoxlu insanlarla müzakirələr edin, podkastlar dinləyin və oradakı fikirləri sorğulayın. Hansısa şəxsin fikirləri sizdə qıcıq yaradırsa, ona əks fikir demək istəyirsinizsə və bunu hiddətlə etmək istəyirsinizsə, burada da bir dayanıb öz fikirlərinizi sorğulayın. Nə üçün sizdə ona qarşı bu şəkildə reaksiya yarandı? İnsanların öz şəxsi dəyərlərini, sorğulamamış şəxsi dəyərlərini qoruması instinkti çox yüksək səviyyədə olur və buna görə də dəyişməyə qapalı olurlar. Videonu bura qədər izlədiyin üçün sənə təşəkkür edirəm. Ümid edirəm ki, sən də öz inkişafın yolunda addımlar atan birisən. Əgər bu videonu izləyirsənsə, mən tam əminliklə deyə bilərəm ki, sən özünü dəyişdirməyə motivasiyalı bir insansan və bu istiqamətdə addımlar atırsan. Digər insanlar kimi yerində durub sayanlardan deyilsən. Videonu bəyənməyi, paylaşmağı, kanala abunə olmağı unutma.